Bakının Qaradağ rayonunda 20 yaşlı oğlan sevgi münasibətində olduğu 13 yaşlı qızı intim hərəkətlər etməkdə ittiham edilib. Sabirabad rayon sakini 2006-cı il təvəllüdlü Tahir 2024-cü ilin sentyabr ayında yetkinlik yaşına çatmayan Samirə ilə tanış olub. Aralarında olan sevgi münasibətlərindən istifadə edərək elə həmin ay Samirənin yaşadığı evin yataq otağındakı çarpayıda onunla cinsi əlaqədə olub. Tahirin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Tahir ona elan olmuş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirib. O məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib. İş üzrə zərər çəkmiş Samirə isə deyib ki, Tahir onu şantaj edərək cinsi əlaqəyə məcbur edib. Qaradağ rayon məhkəməsinin hökmü ilə Tahir 2 il 7 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o məhkəmə icrası zalından dərhal həbs olunub.